Vətən müharibəsinin 8-ci günü Azərbaycan ordusu Cəbrayıl şəhərini və Cəbrayıl rayonunun bir neçə kəndini işğaldan azad edib. Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimovun 2010-cu il iyunun 18-də tək başına döyüşərək xeyli sayda düşmən qüvvəsini məhv etdiyi postda Azərbaycan bayrağı sancılıb. Su qovuşan Ağdərə istiqamətində gedən döyüşlər zamanı düşmənin 77-ci tank taborunun 4 tankı məhv edilib. 3 tankı isə qənimət götürülüb. Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən 5-ci dağ atıcı alayının müdafiə sahəsinə ordumuz tərəfindən artilleriya zərbələrinin endirilməsi nəticəsində 4 avtomobil texnikası məhv edilib. Alayın bir neçə bölməsinin şəxsi heyəti döyüş mövqeyini tərk edərək qaçıb. Düşmən çoxlu sayda itki verib. Ermənistan silahlı qüvvələri Gəncə şəhərində mülki əhalinin sıx yaşadığı məntəqələrə ağır artilleriyadan atəşə tutub. Nəticədə bir nəfər həlak olub. 32 nəfər xəsarət alıb. İnfrastruktura və tarixi tikililərə ciddi ziyan dəyib. Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində Beyləqan şəhərində 2 dinc sakin həlak olub, 2 nəfər isə xəsarət alıb. Bununla da həlak olan mülki şəxslərin sayı 22-yə, xəsarət alanların sayı 73-ə çatıb. Düşmən Xızı və Abşeron bölgəsinə 2 ədəd 300 km məsafəli orta mənzilli raket atıb.